Salam izləyicilər. Bu video aprelin 1-də çəkirəm. 2026 ildir. Destalar rayonu Qolqaraq kəndinədir. Məzurlu kənd. Dünən martın 31-də saat 5-6 olardı. Sən gəldim su içsən ki, ay əfsirağa su, qətlava bağlayım, torba atım yerinə. Su az idi də, bundan aşağı idi. Çəkmişəm də, onu da paylaşacağım. Dedi ki, bağla mənə, çünki məndən imkanlı insandır. İkincisi, adını da bilməm kimi yer sonra, çox adamın yeri var bayında. Yəni, o adamın yeri var. Ona görə də ki, su bağlamağa, az gələn su bağlamağa imkan vermədi əfsirağa, 50 əfsirağa. Sonra da kömək işçisi var, ondan başqa su işçisi mübarizə. Zəng elədim, dedi ki, yəni aprelin 1-i üçün torbu sabah atarsın, yəni bağla mənə. Çünki motorlar sönmüşdü, buna görə də yəni, su gəlmirdi, azalmışdı. Təqribən 30 santimetre su artıb. Ünlürləşib. Məndən bundan başqa sahəm var, 4 hektar 31 sotoq. Həmən sahədə yonca əkdim, təzə yoncama su buraxıldı. Təzə yoncaya da ki, bilənmirik ki, su alma olmaz. Götürüb sahə qoymuşum, sahə mənə su buraxdı, mənə xəbərim olmadı, xəbərsiz. Çünki həmən yer bizdən uzaqdır evdən, gelib gələ bilmirəm. Gah su buraxır yerimə, gah da heyvanım mənim yerimə buraxır. Ziyanım olmaz, kənd də ödətdirmir. Çünki kənd dilikdir. Başqaları üçün işin icra edir, kim məndən imkanlıdır, onun yerini otaranları, otaran adamlara deyir ki, aparıcının filan kəsinin 300 kilo arpa ısın verin. Əgər 5 adamsa, hərəsi 5-də 3-ün verməlidir. Hərəsi 300 kilo arpa verməlidir. Mənə gələndə isə o yerimə ziyan vurana demir. Ona görə də ki, il mənə ziyan vurur. Gəh heyvanın otarır yerində, istəyir arpa vaxtı, istəyir sümül vaxtı. Və yaxud da yoncama. Yoncama su buraxdı, heyvan buraxdı, şəkli də var. Şəkli paylaşılır. Ona görə o insanlar mənim yerimə ziyan vurdan sonra, mən də ora zəng elədim. Bir dənə torba albatdı yerinə çıxarırsınız. Ondan sonra mənə deyir ki, zəhmətsə yeri torba atsın, yeri sarmaqsın. O biri qonşum da qalxoz atdığı torbadır, qalxoz öbürünləmə yerə torba atılmışdı. Yenə yer sarmaqsın. 3 adam olub bir sahəsində. Hərəmiz bir də torba atmaq belə çıxır. Çünki sağım solum mənə ziyan vurur, ziyanımı ödətmirlər. Həmən o bursu qalxozun torbasından istifadə edən, qalxoz vaxt atılan insan aylıq pensiya alır. Su buraxılmamışdan qabaq kənd sözünə dedim ki, filan gəzə deyiləcək ki, su veriləcək, su veriləcək, yoncasını soracaq. Mənə dedə ki, su işləyənlə, nasıl olsa işləyənlərdən, yürüyüm, asıq yeri varsa, gedib alıyla su verəcək İbrahimə. Dedim, mənə su yoxdur, bağlası yoxdur, asılıdır. Kənd səbətinə dedim ki, İbrahimə su veriləcək, dedim ki, tapşı günə su verilməsin. Cəmaat yer su pişir, mən isə mənim yerimin suyunu qoyacaqsın qurmağa. Ona görə heç bir tədbir görülmədi. Nə su dayandırıldı, əksinə su asıldı sahəyə, heç bir insan dayanmadı yanında. Getdim gördüm saat 11 idi səhərini. Sahədə adam yoxdur, yerimə də yeyən yerdə yer 3-4 metrdən yuxarı yer ıslanır, sümür vaxtı. Həmişə 4 bunkirədən arpa pişirdim, bunkir yarımaza 2 bunkirədən arpa pişdim. Həmən gün. Ziyanım ödənilmədi ancaq. Həmən insanlar da dedi ki, yerə torba atsın. Kənd səbədə dedim Hilala, dedi ki, torba atsın. Mən də bura torba atıram, imkan vermirlər su işləri. Özünüz görürsünüz ki, su qalxıb. O da çəkmişəm, su azlığında. O da paylaşacağım.